Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Hörmətli izləyicilər, ərəb dili dərslərinə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz ismi cümlənin əsas ünsürlərindən, əsas amillərindən biri olan xəbər haqqında olacaq. Daha əvvəlki dərsimizdə mübtəda və mübtədanın özəlliklərindən bəhs etmişdik. Bugün də inşallah sizə ismi cümlədə xəbər, xəbərin özəlliklərindən, hallarından bəhs edəcəyik inşallah. Məlum olduğu kimi, ərəb dilində ismi cümlə əsas iki ünsürdən, əsas iki hissədən ibarətdir. Birinci hissəsi, yəni mübtəda gəlir adətən, ikinci isə xəbər gəlir. Xəbər nədir? Xəbər ismi cümlədə mübtədanın mənasını tamamlamaq üçün gələn cümlə özüdür və yaxud da mübtəda haqqında məlumat verən cümlə özüdür. Məsələn, "Ət-talibu muctəhidun", tələbə çalışqandır dediyimiz zaman, yəni ki, muctəhidun sözü, yəni xəbərimiz tələbə haqqında bizə məlumat verir. Və yaxud da onun cümlə olmasını, bitmiş bir fikir ifadə etməsini bildirmək üçün onun mənasını tamamlayır. Xəbərin özəlliklərindən bəhs etsək. Birincisi, bunu bilməliyik ki, ərəb dilində xəbər hər zaman deyə bilərik əslində və yaxud əksər hallarda mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşır. Birinci qaydamız bu olacaq ki, xəbər ilə əlaqədar bilməyimiz lazım olan birinci qayda bu olacaq ki, ərəb dilində xəbər mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşacaq. Məsələn, mübtədamız təkdədirsə xəbərdə təkdə, cəmdədirsə cəmdə, təsniyədədirsə təsniyədə, müzəkkərdirsə, yəni kişi cinsindədirsə xəbərdə kişi cinsində, müənnəsdirsə, yəni qadın cinsindədirsə xəbərdə qadın cinsində olacaq. Misal versək, yenə sadə bir misal verək, mövzunun daha gözəl anlaşılması üçün. "Ət-talibu muctəhidun", tələbə çalışqandır. "Ət-talibani muctəhidani", iki tələbə çalışqandır. "Ət-tullabu muctəhidunə", tələbələr çalışqandır. Eyni misalı qadın cinsində də versək, "Ət-talibətu muctəhidatun" və s. şəklində olacaq. İndi biz burada dedik ki, birinci qaydamız xəbər mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşacaq. Burada iki əsas məsələyə diqqət etmək lazımdır. Mətnlərdə tez-tez qarşımıza çıxacaq. Birincisi, ümumiyyətlə ismi cümlədə də, o cümlədən sifət tərkiblərində də, yəni uzlaşmalarda nəzərə alınması lazım olan xüsus nədir? Müfrəd müənnəs məsələsi. Bunu ismi cümlə ilə irtibatlandırsa, əlaqələndirsək, deyə bilərik ki, əgər mübtədamız şuursuz varlıqların cəm formasında olarsa, məsələn, kitabun, kutubun, şəcəratun, əşcərun, cəbəlun, cibəlun şəklində. Yəni, mübtədamız şuursuz varlıqların cəm formasında olarsa, xəbərimiz müfrəd müənnəsdə, yəni təkdə müənnəsdə də gələ bilər ki, ən çox istifadə edilən forması budur və yaxud da düzgün müənnəs cəmdə gələ bilər. Yəni, əl-cibəlu aliyətun şəklində də deyə bilərik və yaxud əl-cibəlu aliyətun, əl-məktəbətu kəbiratun, əl-məktəbətu kəbiratun şəklində də deyə bilərik. Yəni, bunun mənası ondan ibarətdir ki, biz bilirik ki, qeyri-aqillərin cəm forması, yəni ki, şuursuz varlıqların cəm forması ərəb dilində mənən, yəni mənəvi olaraq hər zaman və yaxud məcazi olaraq hər zaman təkdə müənnəsdə qəbul edilir. Xəbər isə təkdə müənnəsdə də gələ bilər, əsas üstünlük verilən forma budur və yaxud da düzgün müənnəs cəm şəklində də gələ bilər. Xəbər mübtəda ilə uzlaşır demişdik. Bununla əlaqədar ikinci bilinməsi lazım olan məsələ budur ki, xəbər bəzən mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşmaya bilər. Bu hansı hallarda ola bilər? Bir haşiyə çıxaraq deyək ki, ərəb dilində biz isimləri, isim dediyimiz zaman Azərbaycan dilindəki nitq hissəsi olan ismi qəsd etmirik təbii ki. Biz daha əvvəlki dərslərimizdə kəlmənin növlərindən bəhs edərkən ərəb dilində qeyd etmişdik ki, ərəb dilində sözlər üç qismə ayrılır. İsim, hərf, feil. Tək başına məna ifadə edən hər nitq hissəsinə biz ərəb dilində isim demişdik. Yəni, Azərbaycan dilindəki sifət, say,
əvəzlik və s. digər nitq hissələri hamısı ərəb dilində isim kateqoriyasına daxildir. Feillər hərəkət bildirir, hərflər isə tək başına məna ifadə etməyən sözlərə deyirik. Yəni biz ərəb qrammatikasında isim dediyim zaman bunu qəsd edirik. Yoxsa Azərbaycan dilindəki ismi qəsd etmirik. Buna diqqət edək. O zaman deyirik ki, ərəb dilində quruluşuna görə və yaxud başqa bir sözdən, xüsusilə feillərdən törəyib törəməməsinə görə isimləri ikiyə ayırırıq. Camid isimlər, bir də müştaq isimlər, yəni törəmiş isimlər. Camid isimlər nə deməkdir? Heç bir sözdən, xüsusilə feildən törənməyən isimlər. Bunların ən əsası bizim üçün lazım olan bu da məstərlərdir. Yəni məstərlər hər zaman camid isimlər qəbul edilir. Bunlar yəni başqa heç bir sözdən törənmədikləri üçün bunlara biz camid isimlər deyirik. Müştaq isimlər nədir? Müştaq isimlər xüsusilə feillərdən, bəzən də isimlərdən törəmiş isimlər və yaxud da sözlər. Məsələn, kətəbə feilimizdən törəyən, kətibun ismi faillərimiz, məktubun kimi ism məfullarımız, nə bilim, ism mənsublarımız, yəni nisbi sifətlərimiz, ism məkanlarımız, məkan bildirən isimlərimiz, məl'abun kimi, daha sonra mübaliğə bildirən sözlərimiz, yəni feillərdən və isimlərdən törəyən bütün sözlərə biz müştəqqat deyirik. İndi bunun mövzumuzla əlaqəsi nədir? Diqqət etməliyik ki, dedik ki, xəbərimiz mübtada ilə cinsə və kəmiyyətə görə uzlaşacaq. Amma xəbərimiz müştaq, camid söz olduğu zaman, yəni bu qaydamız xəbərimiz, üzr istəyirəm, xəbərimiz müştaq sözlərdən ibarət olduğu zaman keçərlidir. Yəni xəbər müştəqqatdan, yəni törəmiş sözlərdən, feillərdən və isimlərdən törəmiş sözlərdən hər hansı birisindən olarsa, uzlaşma şərti labüddür. Amma xəbərimiz camid isimlərdən, yəni başqa bir ifadə ilə desək, məstərdən ibarət olarsa, uzlaşma şərti olmaz. Məsələn, deyirik ki, əl-kəlimətu qavlun mufidun. Kəlmə faydalı sözdür. Gördük ki, baxın, kəlimətu sözü, əl-kəlimətu müənnəsdədir, amma qavlun xəbərimiz isə müzəkkərdədir. Əl-kəlimətu qavlun mufidun. Uzlaşma olmadı. Və yaxud da başqa bir misal versək, deyə bilərik ki, əl-cümlətu nəv'ani. Cümlə iki növdür. Burada da gördük ki, mübtədamız, yəni əl-cümlətu sözü müənnəsdədir, amma nəv'un sözü isə müənnəsdə deyil. Nəyə görə? Çünki məstərlərin müzəkkəri və müənnəsi olmaz. Yəni məstərlər camid isim olduğu üçün, xəbərimiz də camid isimlərdən ibarət olduğu zaman uzlaşma şərti axtarılmaz. Çox nadir olsa da qarşımıza çıxa bilər. Birinci şərtimizi təkrar etsək, xəbərimiz mübtada ilə cinsə və kəmiyyətə görə uzlaşır. İkincisi isə xəbər adətən ikinci gəlir demişdik. Birinci mübtada gəlir, daha sonra isə xəbər gəlir. Amma bəzi hallarda xəbərin mübtadadan əvvələ keçməsi mümkündür. Xəbərin mübtadadan əvvələ keçməsi iki cür ola bilər. Bir, xəbərin mübtədadan əvvələ keçməsinin, yəni mübtədanın əvvəlinə keçməsinin icazəli olduğu hallar, yəni zəruri olmadığı hallar. Keçə də bilər, keçməyə də bilər. O, səndən asılıdır. Bunun üç halı var. Yəni, üç halda bu ola bilər. Birincisi, mübtədadan əvvəl istifham və yaxud da nəfi, yəni sual ədatı və yaxud da inkar ədatı gələrsə, xəbər həmin cümlədə əvvələ keçə bilər. Məsələn, əntə qaimun və yaxud əntə talibun cümləsi, ismi cümlədir. Əgər bunun əvvəlində biz inkar ədatı və ya sual ədatı qoysaq, məsələn, əntə qaimun və yaxud da əntə talibun, sən tələbəsənmi? Cümləsini biz talibun əntə şəklində də deyə bilərik. Yəni, mübtədadan əvvəl istifham ədatı, yəni sual ədatı və yaxud inkar ədatı, nəfi ədatı gəldiyi zaman xəbərin mübtədadan əvvələ keçməsi mümkündür, amma zəruri deyil. Təkrar etsək, talibun əntə, sən tələbəsənmi və yaxud da əntə talibun şəklində də deyə bilərik. İkincisi, cümlədə xəbərin ifadə etdiyi mənaya diqqət çəkmək istədiyimiz zaman. Məsələn, deyirik ki, məmnuun ət-tədxinu. Cümləmizin əsli belə olmalıdır. Ət-tədxinu məmnuun. Yəni, siqaret çəkmək qadağandır.
Amma burada qadağaya xüsusilə diqqət çəkmək istəyiriksə, bu cümləni biz məmnuun ət-tədxin şəklində də ifadə edə bilərik. Yəni zəruri deyil, amma bu şəkildə də ifadə edə bilərik. Üçüncü isə xəbərimiz şibh cümlədən ibarət olarsa, ön qoşmalı və ya zərflə izafət yaratmış sözdən ibarət olarsa, başqa bir ifadə ilə qeyd etsək, amma mübtədamız da müəyyənlikdə olarsa, o zaman da xəbərin mübtədanın əvvələ keçməsinə icazə var. Məsələn, deyə bilərik ki, fis-sabri əl-fəlahu. Səbirdə qurtuluş vardır. Bu cümlənin əsli əl-fəlahu fis-sabr, yəni qurtuluş səbirdədir. Yəni bu cümləni də iki şəkildə ifadə edə bilərik. Əsas bilinməsi lazım olan zəruri mövzulardan biri isə xəbərin mübtədadan əvvələ keçməsinin zəruri olduğu hallardır. Yəni bəzi hallar vardır ki, xəbər mütləq şəkildə, yəni labuddur ki, xəbər mübtədadan əvvələ keçsin. Bunlardan birincisi, əgər əvvəl və yaxud da xəbərimiz sual ədatlarından və ya sual əvəzliklərindən ibarət olarsa, hər zaman əvvələ keçməlidir. Çünki ərəb dilində bir qayda var ki, sual ədatlarının haqqı öndə gəlməkdir. Yəni sual ədatlarından əvvəl heç bir şey gəlməməlidir. Xəbərimiz də sual ədatlarından ibarət olarsa, xəbərin mübtədadan əvvələ keçməsi zəruridir. Yəni bunun əksi düşünülə bilməz belə. Məsələn, deyir ki, mətə əl-imtihanu. Yəni mətə əl-imtihanu. İmtihan nə zamandır? Əslində burada mətə sözü xəbərdir, imtihan sözü isə, əl-imtihan sözü isə mübtədadır. Cümləmizin əsli belə olmalıydı. Normal cümlə ardıcılığına baxsaydıq ərəb dilində, əl-imtihanu mətə və yaxud da mən, əntə, sən kimsən? Bu cümləmizin əsli əntə, mən şəklində olmalı idi. Amma dedi ki, xəbərimiz sual ədatlarından və ya sual əvəzliklərindən ibarət olarsa, xəbərin hər zaman mübtədadan əvvələ keçməsi labuddur. Xəbərin mübtədadan əvvələ keçməsinin labud olduğu bir digər yer isə xəbərimiz şibh cümlələrdən, yəni ön qoşmalı xəbər və ya zərflərdən ibarət yəni ön qoşmalı söz olarsa və yaxud da zərflə istifadə edilən sözlərdən ibarət olarsa, amma mübtədamız da qeyri-müəyyənlikdə olarsa. Biz Azərbaycan dilində bunu əsasən vardır şəklində ifadə edirik. Bu cümlələri biz Azərbaycan dilində vardır şəklində tərcümə edə bilərik. Bu zaman xəbərin mübtədadan əvvələ keçməsi labuddur, zəruridir. Əks təqdirdə bu ismi cümlə deyil, sifətlə qarışa bilər. Məsələn, deyə bilərik ki, fil fasli tullabun. Sinifdə tələbələr vardır. Bu cümləni biz tullabun fil fasli şəklində deyə bilmərik. Əgər tullabun fil fasli şəklində desək, bu sinifdəki tələbələr mənasına gələ bilər. Ona görə xəbərimiz ön qoşmadan ibarət olarsa və ya zərfdən ibarət olarsa, şibh cümlə deyirik buna, mübtədamız da qeyri-müəyyənlikdə olarsa, müəyyənlikdə deyil, mübtədamız da qeyri-müəyyənlikdə olarsa, çünki mübtədamız qeyri-müəyyənlikdə olduğu zaman bunun sifət cümləsi ilə, sifət birləşməsi ilə qarışma ehtimalı olduğu üçün xəbərin əvvəldə gəlməsi zəruridir. Fil fasli tullabun. Sinifdə tələbələr vardır. Alət taviləti kutubun. Stolun üstündə kitablar vardır. Qeyd etdiyimiz kimi bu qəbildən olan cümlələri biz ərəb dilində, Azərbaycan dilində tərcümə edərkən vardır şəklində tərcümə edirik. Xəbərlə əlaqədar bilməyimiz lazım olan başqa bir mövzu ərəb dilində xəbərin quruluş növləri əslində deyə bilərik bəlkə buna. Yəni, ərəb dilində bir xəbər hansı şəkildə gələ bilər? Bir xəbərimiz zahir isim olaraq gələ bilər. Yenə deyirəm, burada isim dediyim zaman ərəb dilindəki ismi qəsd edirik. Yəni, nitq hissəsi olaraq Azərbaycan dilindəki isim deyil sadəcə. Yəni, ərəb dilindəki isim dediyim zaman sifət də qəsd oluna bilər bunun içərisində. Yəni, xəbərimiz zahir sözdən ibarət olarsa, görünən bir sözdən ibarət olarsa, açıq-aşkar bilinən bir sözdən ibarət olarsa, ola bilər daha doğrusu. Məsələn, at-talibu muctəhidun. Əl-bənatu muctəhidatun. Tələbə çalışqandır. Qızlar çalışqandırlar. Burada xəbərimiz muctəhidun və muctəhidatun sözü zahir isimdir. İkincisi isə xəbərimiz şibh cümlədən ibarət ola bilər. Şibh cümlə nə deməkdir ərəb dilində? Yəni, zərf və ya ön qoşmadan sonra gələn və ya zərf və ön qoşma
ilə istifadə edilən, işlədilən söz birləşməsinə biz şibh cümlə deyirik. Məsələn, fil fasli sinifdə, alə taviləti stolun üstündə, fəvqəl əşcəri və ya fəvqəş şəcərəti. Bu söz birləşmələri ərəb dilində şibh cümlə adlanır. Xəbərimiz şibh cümlə şəklində də ola bilər. Məsələn, deyə bilərik ki, Ət-tuyuru aləl əşcəri və yaxud da Ət-tullabu fil fasli. Tələbələr sinifdədirlər. Əl-kutubu alət taviləti. Kitablar stolun üstündədir. Gördük ki, xəbərimiz şibh cümlədən ibarət oldu. Burada bir xüsusə diqqət etmək lazımdır ki, xəbərimiz şibh cümlədən ibarət olduğu zaman, yəni ön qoşmalı sözdən və ya zərfli sözdən ibarət olduğu zaman mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşmaq şərti axtarılmaz. Çünki ön qoşmaların və fəvqa, təhtə kimi zərflərin uzlaşma kimi bir ehtimalı yoxdur. Əslində, bəzi ərəb qrammatiklər deyirlər ki, burada, yəni ət-tullabu fil fasli sözündə əslində mübtədamız məhsufdur. Yəni fil fasli sözü mübtəda deyil. Çünki ərəb dilində belə bir qayda var ki, ön qoşmaların və zərflərin mütəalliqi, yəni adlanan, onların bağlı olduğu bir feil və ya feildən törəmiş söz, ism fail kimi, ism məful kimi, yəni feildən törəmiş söz dediyimiz zaman qəsdimiz nədir? İsm faillərdən, ism məfullardan daha sonraki dərslərdə bəhs edərkən biz görəcəyik ki, ism fail və ism məfullar kətibun, məktubun kimi sözlər ərəb dilində bəzən cümlədə feil kimi çıxış edə bilirlər. Yəni ki, məsdər ala bilirlər, özündən sonraki sözü təsirlik sala bilirlər. Qəsdimiz odur. Yəni, hər bir ön qoşmanın və zərfin bir mütəalliqi olacaq. Yəni, onun bağlı olduğu bir feil və ya feil mənasında cümlədə çıxış edən bir söz olacaq. Buna da biz zarf müstəqar deyirik. Amma bu əsas etibarilə, əsasən cümlədə məhsuf olur. Yəni ki, cümlədə görünmür, düşmüş olur. Yəni, ərəb qrammatiklər iddia edirlər ki, bu cümlənin əsli bu şəkildə olacaq. Ət-tullabu fil fasli cümləsində xəbərimiz fil fasli deyil. Xəbərimiz məhsufdur. Yəni, ət-tullabu məvcudunə fil fasli və yaxud da ət-tullabu kainunə. Bax, bu sözləri biz zərf müstəqar deyirik. Yəni, o feilin və ya feil kimi çıxış edən sözə, yəni ki, ön qoşmaya idarəçilik edən sözə. Daha sonra isə xəbərimiz cümlə şəklində də gələ bilər. Xəbərimiz cümlə şəklində gəldiyi zaman, təbii ki, ərəb dilində cümlə, ismi cümlə və feili cümlə şəklində iki yerə ayrıldığı üçün xəbərimizdə də ismi cümlə və feili cümlə şəklində də gələ bilər. Burada diqqət edilməsi lazım olan xüsus nədir? Xəbərimiz cümlə şəklində gəldiyi zaman labuddur ki, mübtədaya qayıdan bir aid əvəzlik olsun. Məsələn, deyirik ki, ən-nəcahu əsasuhu aməl. Uğurun əsası çalışmaqdır. Bu cümləni biz sadə bir şəkildə versək, bu şəkildə verərdik. Əsasun nəcahi amelun. Amma ərəb dilində bu çox yaygın bir formadır. Ən-nəcahu, yəni uğur, əsasuhu amelun. Gördünüzmü? Xəbərimiz əsasu amel sözü əslində özü bir cümlədir. Əsasu amel cümləsi özü ən-nəcahu sözünün mübtədasının xəbəridir. Amma burada həmin mübtədaya qayıdan bir əvəzliyin, yəni ki, hu əvəzliyinin yerinə görə hə də ola bilər, yəni özündən əvvəlki sözə qayıdan bir bitişən əvəzliyin, aid əvəzliyin olması labuddur. O cümlədən feili cümlədə ola bilər xəbərimiz. Məsələn, deyə bilərik ki, ət-talibu zəhəbə iləl mədrəsəti. Ət-talibəni zəhəbə iləl mədrəsəti. Ət-tullabu zəhəbu iləl mədrəsəti. İndi deyəcəksiniz ki, bu feili cümlədir, amma biz daha əvvəlki dərslərimizdə də qeyd etmişdik ki, ərəb dilində bizim dilimizdən fərqli olaraq bir cümlənin feili və ya ismi cümlə ola bilməsinin, adlanmasının əsas şərti onun nə ilə başlamasıdır. Deməli, biz cümləyə isimlə başlayırıqsa, o cümlə ismi cümlə olacaq. Ona görə də birinci isim gəldiyi zaman, daha sonra feil gəldiyi zaman həmin feil xəbər olduğu üçün, ismi cümlədə də xəbər mübtəda ilə cinsə və kəmiyyətə görə ulaşacağı üçün, burada zəhəbə feili özündən əvvəlki mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşacaq.